Hörmətli izləyicilərim, hər kəsi salamlayıram. Yenə əlim yandı. 4 otaq, 97 min deməyəcəm sizə. 89 min manata. Bax, marşrutda, Sumqayıt marşrutda evin qapısından keçdi. Hörmətli izləyicilərimiz. 89 min manata belə gözəl ev var. İndi keçək günə həyəti təqdim edeyim sizə. İzləyicilərimiz, baxın, bu genişlikdə həyət evi var. 200 yarıma yaxın. Paket qubca, qazı, suyu, işıq sarayları hamısı qoyulub. Kommunallar qaydasında bir də evimiz qoşa kubiklə, qoşa daşla tikilib 20-nin 40-a da evin üstünə quruluna kəmər verilib. Baxın, çox gözəl bir həyət var. Bu dəhqil sahəsi, orada bir setkanın yeri özlərinə ideal evaqlarla. Kombirin yeri də burada nəzərdə tutulub. Evimizin yanında betonlanıb, baxın, ara məsafəsi, arxasına keçir. Çox səliqəli, səhmanlı yerdir. Quşların səsi işlədir, hörmətli izləyicilərimiz. Baxın, evin kürsüsüdəki, baxın, 1, 2, 3, 4, 5, 8 daş evimizin kürsüsü var. Keçək evimizdən daş olmağa. Gəl görək, evimizi göstərək, gözəl evimizi, mətbəx geniş. Burada metal tamburlu. Buna böyük bir mətbəx genişdir. Yəni mətbəxdə masa stol da qoymaq olar. 89 min, 6-cı zaraat deyirəm, əlim yandı variant. Yəni belə bir qiymətə ev yoxdur izləyicilərimiz. Bir dənə böyük yerə, çox böyük yerə burada zaraat. Baxın deyirəm, burada genişlikdə. 4-ün başlı 6-ya zavalı. 24 kvadrat eləmin zalının ölçüləridir. 89 min manat. Burada da bir dənə yataq otağıdır, baxa bilərik. Super, qəşəng. Bir dənə də burada sanuzeli. Bir dənə burada böyük yataq otağı. Otaqlar özdə böyükdür. Mənim müştərilərimiz həmişə deyirdilər ki, mən böyük yataq otaqlardır, yəni şifanerlər yerləşmir. Burada ideal seçimdir, yataq otaqlar genişdir. Maşallah boylar da superdir, qəşəngdir. 4 otaqdır, mətbəx ayrıcadır, mətbəx sayəsində 5 otaqlı evdir. 89 minə paket sənəd, kommunallar hamısı qoyulub, qaz sayımızına qədər var. Allah alanla sınarda xeyrin versin, kim istəyirsə düşmə bir variant, qardaş da satır, pul lazımdır. Allah kim alacaqsa xeyrin versin inşallah.